Yeni bir programda daha sizlerle birlikteyiz. Bu haftaki konuğum Hacıkhani Cemalzade. Kendisi bir yazardır ama çok değerli yazarlardan biridir. Azerbaycan Yazıcılar Birliği'nin de huzurlarındandır, yani üyelerindendir. Şimdi burada çok tabii daha önceki programlarda da takip edenler bilir. Çok donanımlı, yani çok donanımlı derken kendini yetiştirmek için çok çaba harcayan yazıcılarla beraber olduk, şairlerle beraber olduk. Edebiyatın içerisine girmek dışarıdan bakıldığı kadar kolay değil. Ya da işte bir atölye çalışmasına 3-5 ay gidip, küçümsemiyorum ama bu da bir sevda. 3-5 ay gidip sonra da ben bir kitap yazdım, ben şunu yaptım, ben bunu yaptım demenin ne kadar abesle iştigal olduğunu anlatmak istiyorum. O yüzden bu büyük bir emek ister, birikim ister. Mesela çoğu konferansında sorarlar bana, işte ilham gelince mi yazıyorsunuz falan. Ben ilhama inanmadığımı, bunun bir altyapısı olması gerektiğini hep anlatırım. O yüzden şimdi Hacıkhani Cemalzade de buradaki eserleri birazdan göreceksiniz. Öncelikle ben ona bir hoş geldin diyeceğim. Hoş geldiniz. Teşekkür ederim. Nasılsınız? Elhamdülillah. İyisiniz. İyi Evet. efendim. Sağ olasınız. Şimdi biz genel olarak hep konuklarımızın kendisini tanıtmasını istiyoruz. Siz de kendinizi bir tanıtırsanız Türkiye'deki izleyicilerimiz sizi tanısın yakından. Ben Cemalzade Gani Orucu. 50 ildən çoxdur ki, mən ədəbiyyatla məşğulam. Yəni birbaşa nəsillə məşğul olmuşum. Yazdığım hekayələr, 100-dən çox hekayəm var. 6 romanım var. Və bu romanların ikisi Qızıl Xotov və Karxana rus dilində və ingilis dilində tərcümə olunub. Amazon.com şirkətlər birliyində yayınlanıb və yeni romanlarımdan da Şeytana Daş Atanları tərcümə elətdirmək üstündə işləyirəm. Bu arada sözünüzü keseceğim de siz devam edersiniz. Rusça dediniz de siz Rusça olarak mı yazdınız? Rusça'ya tercüme mi oldu? Yox, tərcümə oldu. Çünkü bazen Mən rus dilində yazmıram. Mən birbaşa həmişə Rusça biliyorsunuz. Əlbəttə. Yani şimdi bazen Deməli, dünya ədəbiyyatını biz istər-istəməz hansısa bir dildə əks eləməliydik. evet. Bu da bizim üçün ən yaxını Rus dili. Rus dili. Bəli, Rus dili. Tabii Rus edebiyatı da iyi o anlamda. Rus ədəbiyyatı özü də iyidir. Amma söhbət ondan gedir ki, bu günləri dünya ədəbiyyatını görmək üçün biz Rus dilindən istifadə edirik. Ettiniz, evet. Başqa cürdə yoxdur. Başqa İngilis dilini biz bilmirik. Bilmirik. Alman dilini biz bilmirik. Və bizim qarşımızda bir məsələdir yəni. Biz bunu hansı dildəsə əks edirik. Biz bunu Rus dilində əks edirik. Evet, devam edelim. Yəni tərcümə ilə olunan bu əsərlərin özü, nə üçün mən onları qabardıram? Onların tərcümələrini nə üçün qabardıram? Bizim istər-istəməz oxucu kütləmiz, biz həmişə istəyək ki, oxucu kütləmiz artsın. Məsəl üçün, biz istəyirik ki, ingilislər də bizi oxusunlar. New Yorkda, məsəl üçün, çıxmalı mənim üçün böyük bir hadisədir. Nə üçün mən onu istəyirəm ki, həmin o dildə çap olunsun, oxucu üçün. Həm də orada hər biri Azərbaycan nasiri, Azərbaycan yazarı olaraq mən Azərbaycanı təmsil edirəm. Evet. İstər-istəməz bizim haqqımızda deyilən yüzlərlə səfsətələr var ki, onların qarşısına çıxmaq üçün Azərbaycan yazıcısı olaraq biz çıxırıq və özümüzü təmin. Yəni, bu xalqın yazıcıları da var, şairləri də var. Tabii. Ola bilər, bəzi naqisi ünsürlər var, amma əsas var. Doğru. Buyurun. Evet. Şimdi romanların konusunu bir anlatırsanız. Hani romanlarınızda hangi konuları işliyorsunuz?
içerikleri neler? Mən Qızıl Xotul romanı Cənub bölgəsinin, Talış bölgəsinin 100 illik tarixinə ekskurs kimidir. Ekskursdur. Ekskursdur. Sonra Karxana romanı Abşeron ərazisində biz yaşayırıq bu saat. Bakının 100 illik tarixinə ekskursdur. Yəni, nə mənada? Bədii ekskursdur. O bədiləşdirilmiş halda ortaya qoyulur. Sonra bizim 2500 il bundan qabaq Media adında bir dövlətimiz olub. Evet. Ki, Aksarın axırıncı savaşı həmin dövrə aiddir. Evet. Sonra mən həcc ziyarətində olmuşam, Allahın evini ziyarət eləmişəm, ibadət eləmişəm. Şeytana daş atanlar romanı mənim həmin dövrə aid, həmin o müddətdə. Ümumiyyətlə, indiyə qədər SSR, MDB məkanı deyək də, Müstəqil Dövlətlər Birliyi məkanı, keçmiş SSR-də heç kim həcc ziyarəti haqqında roman yazılmıyor. Ayrı-ayrı qeydlər var, ayrı-ayrı. Amma roman şəklində bu məsələ həll olunmuyor. Şimdi siz burada Burada taş atanlarda Kabe'deki ziyaretinizi roman haline getirdiniz. Roman haline getirmişəm ki, bizim ibadətimiz uğurlu alsın. Evet, yok güzel. Bu evet düşünülmemiş bir şeydi. Ben de daha önce çok isterdim. Bilmiyorum siz değerli. Mesela çok isterdim ki benim romanlarım Türkiye'de çapılmasın. Çok isterdim. Olur inşallah. Biz bir neçə dəfə müraciət eləmişik, xüsusilə kitab sərgilərində və ilaxır ünvanlaşmışıq. Məsələ tutmuyor. Ben çok isterdim ki olsun çünkü Azərbaycanı başa düşmək üçün, məsələn mən Türkiyəni başa düşmək üçün Rəşad Nuri Güntekin'i mütləq oxumalıyım. Çok doğru, çok doğru. Öyle doğru söylüyorsunuz. Evet. Yaxud bu romançını oxumadan biz onların daxilini, Türkiye, Osmanlı Türkiyəsini tanımayacağıq. Biz ümumiyyətlə Türkiyəni tanımayacağıq. Ona görə də vacibdir ki, romanlarımızı deyək, çap olunması Türkiyədə Türk oxucusunun həmin dövrü, Azərbaycanı, onun daxilində gedən prosesləri görmək üçün çox vacib məsələ. Çok güzel. Kısaca özetleyecek olursak bu, ben merak ettiğim için söylüyorum da ben okumadım tabii kitapları. Evet. Konu olarak özet yaparsak içinde ne anlatıyorsun? Yani özet olarak. Tabii herkes alsın okusun ama bir özetini de bir bilelim. Ayrı-ayrı da, ayrı-ayrı. Məsəl üçün, mənim Qızıl Xotul romanı Cənub bölgəsində gedən prosesləri biz işıqlandırmışıq. Orada yaşlı bir adamın həyatını biz ortaya qoymaqla iki dünyanı, yəni orada çay, xüsusilə Əsəd Cahangir çox maraqlı bir aydınlaşma verdi ki, çayın o tərəfi şərqdir, bu tərəfi qərbdir. Bu cürdür. Yəni o yanaşma məndə var. Karxana romanı bizim ümumiyyətlə 100 ildə Bakıda gördüyümüz, eşitdiyimiz erməni talonları və ilaxır mafiyanın özü, kriminal aləmin özü işıqlandırılır. Aksarın axırıncı savaşında 2500 il bundan qabaq baş vermiş hadisələri, Media padşahı Aksarın 40 illik hakimiyyəti, həmin o turançılığın özünün orada elementlərinin olduğunu mən xüsusi qeyd eləmişəm. Türk etnisinin gəlmə prosesi, yəni bu ərazilərə gəlmə prosesi 2500, 3000, 4000 il hadisədir. Yəni bir günün hadisəsi deyil, 7-ci əsr deyil, 8-ci əsr deyil. Bu 3000 ildir davam edir. Xüsusilə bu otlaq axtarmaq, kök, heyvan otaran mütləq otlaq axtarır. Və bu otlaq axtarman Moğolistan səhrasına yaxın onlar gediblər Sibiryadan bəli. Heyvanlarını otara onlar gedirlər ehramlara çıxırlar. Fironun ehramlarına gedirlər, çıxırlar. Və orada artıq heyvan otarmağa bir şey olmadı. Təsələn deli qayıdır.
Bak, bu hissə burada qalma prosesidir. Çünki bir günün içində gələ bilməzlər. Bir günün içində əgər gəlsəydilər, bu ərazidə olan bütün türklər eyni dildə danışmalıdır. Danışmalıydı değil. Amma danışmırlar. Danışmalı. Müxtəlif ləhcələrdə danışırlar. Deməli, müxtəlif vaxtlarda gəlirlər. Evet. Yani dediğiniz gibi mesela bizim Türkiye'de de Anadolu'ya Türklerin gelişi 1071 Malazgirt'le falan diye hep anlatırlardı. Çok akıl kârı değildi, yani akla uygun değildi. Çünkü bu göç, şimdi mesela bulunan tarihi eserlerde göçün çok daha eskiye dayandığı görünüyor. Yani Türklerin hep hareket halinde olduğu görünüyor. Bizim düşmənlərimiz sadələşdirirlər hər şeyi. Evet, sadələşdirirlər. Onlar demək istəyirlər ki, Biz misafirmişiz gibi hareket siz ediyorlar. dünən gəlmişsiniz. Dünən gəlmişiz. Dünən gəl. Məsələn, 5-ci əsr bunların götürlə Evet, ortaya qoyub əslində alsan. Yəni, mən skiflərin Muğanda, Gənclərin Axırıncı Savaşında skiflərin Muğanda çarlıqlarını qurduqlarını burada qeyd eləmişəm. Bu romanda. Skiflər bir neçə cür idi. Slavyan skifləri var idi, sonra İran dilli skiflər var idi, Fin-Uğur dilli var idi, Türk dilli var idi. Doğru. Həmin o skiflər Muğanda nə üçün öz çarlıqlarını qura bilirdi Azərbaycanın ortasında? Bunun bir səbəbi də o idi ki, ətrafda Türk etnisi var idi. Ona görə olur, hakimiyyətini qura bildilər, 28 il orada oturdular. Düzdür, iki aksar onları bir gecənin içində məhv elədi, artıq onlar lazım deyildilər. Hətta iki aksar onların gücündən istifadə elədi bir neçə dəfə. Ninavaya hücumda, Suriyanın paytaxtına hücumda o istifadə elədi. Və bu prosesin özünü bədii şəkildə ifadə eləmək üçün məhz romanla ehtiyac var idi. Ben de onu ortaya koydum ki. Çok güzel romanlar, gerçekten elinize sağlık. Çok böyle tarihi romanlar aslında benim çok ilgimi çeker. Yakın zamanda böyle bir çalışmada olacak. Göç meselesi gerçekten de öyle 3 günlük, 5 günlük, 50 yıllık, 100 yıllık, belki de 1000 yıllık bile değil bir milletin bir yerden başka bir yere gitmesi. Türklerin de Orta Asya'dan, yani Türkistan coğrafyasından, ki Türkistan dediğimiz yer bugün Kazakistan'ın Türkistan bir eyaleti değil. Türkistan eyaleti var evet, ama coğrafya olarak Azerbaycan'ı da içine alan, Çin Seddi'ne, Çin'e kadar olan çok geniş bir coğrafya aslında. Kırgızistan'ı da Özbekistan'ı da içine alan bir coğrafyadır Türkistan. Bunu da dipnot olarak paylaşmış olayım. Tarihi romanlar bence sizin bu konuda tebrik ediyorum ayrıca. Tarihi romanlar içinde gerçek tarihi de olabildiği kadar hani barındırıp kurgusallaştıktan sonra gençlerin de ilgisini çekeceğini düşündüğüm romanlardır. Düşünsenize, hem güzel bir kitap okuyorsunuz, roman okuyorsunuz, hem de tarihinizi canlı olarak yaşama fırsatı oluyor. O nedenle bu romanları da edinmenizi öneriyorum ben. Gayet de güzel, kaliteli baskıları da yapılmış bunları. Gördüğünüz gibi. Bunları da mənim 24 kitabım çap oldu və mən bu kitabların nə üçün cilt halında istəyirdim ortaya qoyum. Evet. Bunu 15 cilddə nəzərdə tutmuşam. Hardasa onların 12 cildi məndə artıq hazır vəziyyətdədir. Mən həm də istəyirəm ki, rus dilində çıxanları da məhz bura daxil edeyim. Nə üçün? Mən sizə deyim, biz ölüb gedəcəyik və bizdən sonra gələn nəslin oxumamağı məni xüsusilə mütaliədən geri qalmağı Doğru söylüyorsun. məni çox düşündürür. Mən axırıncı 3 ildə 50-dən çox rayonda görüşlər keçirmişəm. Oxucularla, kitabxana işçiləri ilə və ilaxır. Minirəm maşınına, gedirəm, görüş keçirdirəm, qayıdıram və təbliğ edirəm. Kitabı, mütaliəni təbliğ edirəm. Bu düşüncə mənim ürəyimdə qalıb ki, bizim nəslimiz, yeni yaranmış nəsillər kitab oxumaq istəyir. Onlar telefonda, internetdə və ilaxır otururlar və bu çox böyük fəlakətlərə gəlir. Çünki öz mədəniyyətini, öz düşüncəsini, öz tarixini, öz adət-ənənələrini bilməyən xalq məhvə məhkumdur. Bilirsiniz, həddən artıq onsuz da bizdə
köç prosesi gedir indi. Məsəl üçün, cavan uşaqlarımız da gedirlər, xaricə gedirlər, onlar oxumadan gedirlər. Bilikli olaraq getsələr, o bizim xeyrimizdir. Gələcəkdə orada yaranan yeni nəsil nəsə öyrənəcək. Onlar isə buradan gedirlər, kitab oxumadan, öz adət-ənənələrimizi ancaq söylənərək, şifahi şəkildə aparırlar özləri. Kitab alırlar. Masal gibi gelir gider, menkıbe gibi gider yani. Dolayısıyla çok kitap okumaları gerekiyor değil mi? Vacib lazımdır ki, biz ümumiyyətlə dilin öyrənilməsində bu çox vacib məsələdir. Təsəvvür edin ki, 1000 sözlə bizə gəlir. Azərbaycan dilinin orfoqrafiya lüğətində 150-160 min söz və söz birləşməsi var. Biz onların uzaq başı, məsələn, yazıcı onun istifadə, hər bir yazıcı istifadə edir, 30-40 mindən istifadə edir. Ondan artığından istifadə edə bilmir. Amma bizim adi, bizim övladlarımız heç 1000 sözdən də bu günlər, mən hətta böyük uğurlar qazanmış bizim bal toplamış tələbələrimiz var. Biz onlarla söhbət edəndə mən təəccüblənirəm. Bu adam adi cümləni oxuyub izah edir. Çünki sözü. Evet. Çünki bu adam əzbərləyib gedib çıxıb ora. Bu əzbərçilik bizim axırımıza çıxacaq. Mən çox istərdim ki, bizim övladlarımız oxusun. Çox istərdim ki, bizim uşaqlarımız mütləq nəyinsə üstündə dayansınlar. Mən ona görə də bu kitabları çap edirəm ki, çox düşünərək çap edirəm. Ola bilsin ki, gələcək nəsil olsun. Çox güman ki, belə bir arzu var. İndi oxumasa da dünya dağılmayacaq. Mən çox istəyirəm ki, Azərbaycan yaşasın. Azərbaycanın da yaşaması üçün, Azərbaycanın dövlətçiliyi olmadan, 1000 illərdir dövlətçiliyi yoxdur. Onu şimaldan sıxışdırırlar, cənubdan sıxışdırırlar, qərbdən sıxışdırırlar. Bütün bunlara baxmayaraq öz dilində möhtəşəm nümunələr yaradır. Doğru. Füzuli yaranıb, Nəsimli yaranıb, Vidadi yaranıb, Vaqif yaranıb, Nizami Gəncəvi də demək olar ki, yaranıb. Yəni, amma söz ondan gedir ki, bunların hamısı dövlət olmadan yaranıb. Olmadan yaranıb. Bugün mən istəyirəm ki, bizim dövlətimiz var, daha böyük nümunələr yaratsın. Bizim şairlərimiz, yazılarımız yaratmağa borcludurlar. Borçlu, evet. Doğru. Ona görə biz bunların hamısının üstündə gələcək. Bu saat mənim əlimin altında Qarabağ müharibəsi haqqında bir roman, yəni bir də artıq o bitmiş romandır. Bizim uşaqlarımızın Amerikaya, Avropaya köçü gedir. Onlar ağırlı, düşüncəli, enerjili, bacarıqlı övladlarımız gedirlər, orada uğur qazanmağa gedirlər. Mən çox istərəm ki, bunların hamısını mən ədəbiyyata gətirmişəm. Yeni bir romanım artıq hazırdır. 40-cı en dairəsi də adlanır. 40-cı en dairəsi həmin o romanı ortaya qoymaq istəmişəm və qoymuşam. Artıq mən onu bitirmişəm. Yəni, Allahın köməkliyi ilə Qarabağ haqqında o romanı da 1-ci Qarabağ müharibəsini mən işləyirəm. Həmin 1-ci Qarabağ müharibəsində mən müharibədə olmuşam. Bir yarım. Onun ağrılarını indi də üstündə daşıyır. Və 1-ci Qarabağ müharibəsi və 2-ci Qarabağ müharibəsinin sintezindən yaranan bir roman ortaya qoymaq arzusu ilə yaşayır. Və çünki 1-ci Qarabağ müharibəsi uduzulmuş müharibə, amma 2-ci uduzulmuş zəfərli bir müharibə. Ona görə də bu günləri onların sintezindən yaranan bir roman ortaya qoymaq lazımdır ki, bizim nəsillər və doğrudan da bizim gələcək nəsillər fəxr eləsinlər. Bu müharibənin qəhrəmanları ilə də, hətta 1-ci Qarabağ müharibəsində iştirak edənlərin də qəhrəmanlarını unutmasın. Unutmasınlar, hatıralarında kalsın. Evet. Çok güzel anlattınız. Hem kitaplarınızın içeriğinden hem de genel olarak gençlere okuması meselesiyle. Ümumiyyətlə istidadsız adamlar bu günləri
hamı gəlir də ədəbiyyata, nəsə. Amma məsəl üçün, mənim fikrimcə, mən ədəbiyyata yanaşmam belə. Əgər mən meşədən yazıramsa, meşələr xışıldamalı. Əgər mən dənizdən yazıramsa, Nasir əgər dənizdən yazırsa, dənizin çırpıntısını eşitməlidir, ləpələrin səsini eşitməlidir. Əgər çəmənlərdən yazırsa, çəmənlərin yaşıllığı görünməlidir. Əgər bulaqdan yazırsa, bulaqların zümzüməsini eşitməlidir. Əgər quşlardan yazırsa, quşların oxumağını eşitmək lazım. Yəni, Nasirin borcu ancaq ifadə eləmək deyil, həm də onu göstərməkdir. Əgər Allah Taala sənə istedad verməyibsə, nə sənin meşələrin xışıldayacaq, nə sənin dənizin ləpələnəcək, nə sənin quşların oxuyacaq. Adi söz yığını olacaq. Doğru. Biz bundan qaçmaq istəyirik. İnşallah. Bu bahsettiğiniz birinci Karabağ ve şimdi ikinci Karabağ meselesiyle ilgili romanınızda görmek isteriz inşallah. Evet, programımıza katıldığınız için teşekkür ediyoruz. Türkiye'ye mesajınız var mı? Söylemek Biz istediğiniz. Türkiyəni həmişə örnək saymışıq. Həmişə qabaqda gedən bir mayaqdır da, Türk etnisinin qarşısında dayanan bir mayaq kimi görünür. Onlar həmişə üzünü bizə tərəf çevirməlidir. Nə cür sizin prezidentiniz, nə cür sizin prezidentiniz, bizim prezidentimiz qərara gəldi ki, ümumi dil yaradan və Türk dilli xalqların vizasız daxil olmalı həll elədi, icazə verdi. Bu özü böyük işlər. Güzel Çox böyük işlər. Biz, məsəl üçün, mən çox istərdim ki, Türkiyədə çap olunur. İnşallah. Və kitablarım orada Türk oxucularımıza çatsın. Onlar Azərbaycanın nə düşündüyünü, Azərbaycanlıların nə düşündüyünü, necə yaşadığını görsünlər. Və budur bizim arzularımızdan biri. Və Türk elinə uğurlar arzusu. Sağ olasın, teşekkürler. Çok değerli Karabağ sanat izleyicileri, Hacı Kani Cemalzade ile söyleşimizde burada son buldu. Kendisine çalışmalarından dolayı hem teşekkür ediyoruz hem de yeni çalışmalar için de başarılar diliyoruz. Hoşçakalın. Çok değerli Karavan Sanat izleyicileri, yine Azerbaycan'dayız, Bakü'deyiz. Tabii yeni mekanımızı bize veren başta Yazıcılar Birliği Başkanımız Anar Muallim olmak üzere Esat Muallim'e teşekkür etmekten geri durmamamız lazım. Çünkü burası çok işlek bir yer, çok gelen giden var ama sağ olsunlar bizim çekimlerimiz için, HRT için, Karavan Sanat için dostlarımız bize gösterdiği hürmetten dolayı mekanı bize tahsis ettiler. Biz de burada çok kıymetli şairlerimizi, yazarlarımızı, edebiyatçılarımızı, tenkitçilerimizi misafir ediyoruz. Aslında biz de misafiriz ama şu anda biz ev sahibi olduk. Ve bu ev sahipliğimize de şu anda tüm konak oldu. Veli Karaçay. Hoş geldiniz. Hoş geldiniz. Nasılsınız, iyi misiniz? İyiyim, sağ olun. Siz nasılsınız? Biz de iyiyiz. Sizin gibi değerli insanlarla bir arada olup sohbet etmek, muhabbet etmek bizi güzel günlere gebe olduğumuzu ve yarınlarımızın daha güzel olacağının umudunu taşımaya sebep oldu. Şimdi biraz ben kısaca bir bahsedeyim. Veli Karaçaylı şairdir. Ayrıca tabii Azerbaycan Yazıcılar Birliği budur. Bir de Bakü'ye bağlı Sabuncu Rayonu Aksakallılar Şurası'na da Sadık Başkan'dır. Bu arada Aksakallılar Asya'da halen devam ediyor. Yani belli bir bölgede, belli bir mahalle olsun, işte nerede olursa olsun oranın aksakalı mutlaka vardır. Bu da çok önemli bir gelenek olarak devam ediyor. Evet, sizi biraz tanıyalım, biraz da yüksek sesle. Ben əslən Borçalıda doğulmuşam. Borçalı. Dünyaya Borçalı mahalı bilirsiniz. Biliyorum. Gürcüstan Respublikasıdır. Borçalı mahalında baş geçid, geçmiş adı baş geçid. İndi də Mamesi deyirlər.
bunu Yuxarı Qarabağ kəndində bir dənə göz açmışam. Bakıda yaşayıram, yazıb yaradırıq. Bizim də yazmaq, yaratmaq borcumuzdur ki, artıq Türk dünyasında bir uyanışlıq olub. Ne güzel. Bizim zəfərlərimiz olub. Biz artıq dünyada Türk'ün kimliğini və Türk'ün gücünü göstərdik. Artıq dünya bildi. Bilirdi. Zaten belki de biraz unutmuştu. Artık biz onu bir daha hatırlattık. Qarabağ zəfərində gördülər ki, iki dövlət, bir millət, iki qardaş əl-ələ verəndə daha güclü olur. Mən indi arzu edirəm ki, bizim böyük ümidimiz, böyük amalımız odur ki, bizim bütün Türk qardaşlarımız bizdən əl-ələ versinlər. Biz birləşək, biz birləşəndə daha da güclü olacaq, daha da möhtəşəm olacaq. Dünya artıq Türk dünyasından hesablaşır. Evet. Bunun özü böyük bir varlıqdır. Biz artıq kimliyimizi ortaya qoymuşuq və bizim kimliyimizi duyurlar, bilirlər ki, artıq Turan var, Zəngəzur dəhlizi var, biz onu açmalıyıq. Möhtərəm prezidentimiz Ali Başkomandan İlham Əliyev də, cənab Erdoğan da bu işin üstündə çox zəhmət çəkirlər. İnşallah onların zəhməti də hədər getməz. Yəqin ki, bilirik də, biz hamımız tarixdən bilirik ki, 1920-ci ildə o Zəngəzur dəhlizindən Türk dünyasının nəfəs borusunu bağlayıblar. Evet, Zengüzel koridoru değerli izleyiciler, şu anda yapım çalışmaları devam ediyor. İzlemişsinizdir haberlerde. Eğer o koridor açılırsa, ki açılacak zaten, Türkiye'nin neresinden çıkarsanız çıkın, benim şu anda bulunduğum Bakü'ye, Bakü'den Kuba'ya, Şuşa'ya, her yere gideceksiniz, Gemce'ye gideceksiniz. Her yere gideceksiniz. İnşallah karayoluyla bağlantı da çok önemli. Mesela karayolu bağlantımız olsa, biz bakarsınız karavanımızla Bakü'ye kadar geliriz inşallah. İnşallah, inşallah. Evet, siz şair, şimdi tabii biz Veli abiyle programdan önce Esat kardeşimiz dedi ki, ben dedi çok güzel sohbet yapmıştık. Dedi Veli abiyle dedi yapacağın sohbet bizdekinden çok daha fazla dedi. Ben daha da heyecanlandım. Tabii bizim zamanımız çok öyle uzadıya değil, program açısından kısa. Şimdi şiirlerde ne işliyorsun Veli abi? Bizim en yaralı yerimiz Şuşa'ydı. Şuşa'ydı. Şuşa Azərbaycanın qüruruydu, qüruru. Biz öz qürurumuzu, Türk dünyasının qürurunu qaytardıq. Ona görə də o bayraq Şuşaya sancılanda hər bir Türk oğlu, elə də Azərbaycanda yaşayan bütün millətlər, bütün xalqlar ağladılar. Bu bizim sevinç gözyaşımız idi. Ki, möhtərəm prezident necə ki, Şuşa azaddır sözünü televiziya ekranlarından xalqa çatdıranda bu xoş xəbəri, xoş müjdəni elə bir insan olmazdı ki, o kanı canı bizdən olanlar gözündən sevinç yaşı gəlməsin. Əlbəttə ki, bir şair olaraq mən də onu bir şeiriyyətə gətirdim və Şuşama sancılan Zəfər Bayrağı adlı şeir. Dinleyelim mi onu? Onlar niyə olmuş ki? Deyir, düşmənin gözünə ox təki batdın, Şuşama sancılan Zəfər Bayrağı. Qəmmi, qüssəmi, sevincə qatdın, Şuşama sancılan Zəfər Bayrağı. Çapdı muşduluğa Qarabağ atı, boynuna bağladım güllü xalatı, sağaldı qəlbimin Qarabağ çatı, Şuşama sancılan Zəfər Bayrağı. Dağlara qayıtdı Türkün Bozqurdu, aldı yağların əlindən yurdu, Azərbaycan qalib möhrünü vurdu,
Şama sancılan zəfər bayrağı. Türkümün sancağı sənə həyandır. Ali baş komandan məğrur dayandı. Al rəngin yenə də qana boyandı. Şama sancılan zəfər bayrağı. Bəd günü geriyə dönməyəcəkdir. Yanan ocaqların sönməyəcəkdir. Heç zaman zirvədən erməyəcəkdir. Şama sancılan zəfər bayrağı. Şama sancılan zəfər bayrağı. Çok içli güzel bir şiir. Bir de bizim tabii Türkiye'de de bilinen, hatta Türk dünyasında da bilinen bu 21. yüzyılın aslında Türk dünyası için olağanüstü diyebileceğimiz bir insan var. Karabağ meselesinde vaktiyle ateşi yakan insanlardan biri Mübariz İbrahim. Mübariz İbrahimoğlu'nun o olayını biraz anlatır mısın? İzleyicilerimiz tekrar bilmeyenler de değil. Mübariz İbrahimov Azərbaycanın elə bir qəhrəmanıdır ki, hətta Rusiya dövlətinin başçısı Vladimir Putin bu demişdi ki, mən Remboları filmlərdə təsəvvür edirdim. Sən demə canlı Rembo elə Azərbaycanın qəhrəmanı Mübariz İbrahimov. Mübariz İbrahimov bir sadə zəhmətkeş ailədə dünyaya göz açıb və o hərbi xidmətdə olduğu vaxtdan elə bir ki, öz ruhunu, öz mənliyini hazırlayırdı vətən üçün şəhid olmağa. Bir var, şəhid döyüşürsən, gedəndə sənə güllə dəyir, şəhid olursan. Bir də var ki, sən özün artıq şəhidliyin üstünə gedirsən. Sən artıq bilirsən ki, bu yolun sonu ancaq və ancaq şəhidlikdir. Çünki Mübariz İbrahimov ermənilərin postunu yararaq onların içinə getmiş və orada onlar elə bir vəziyyətə düşmüşdülər ki, hətta qırıcı təyyarələri qaldırmışdılar ki, bura yəqin ki, Azərbaycan saldırı yaptı, artıq aləm qarışdı bir-birinə. Sən demə orada bir nəfər Mübariz İbrahimov. Bir olduklarını da bilmiyorlar. Hələ bilmirlər bir olduqlarını. Və onlar hətta onu şəhid edəndən sonra belə onun əllərini bağlamışdılar, ayaqlarını qorxularından ki, bu dirilər birdən. O qədər onlara faciə, o qədər onlara qorxu yaşatmışdı ki, Mübariz İbrahimov. Mübariz İbrahimov kimi qəhrəmanlar 1000 ildə, 100 illərlə, 1000 illərlə bir dünyaya gəlir. O böyük qəhrəmandır. Ona görə də Azərbaycan xalqı da, elə Türk dünyası da onun qədir qiymətini bildi. Azərbaycan prezidenti onun cənazəsini ermənilərdən aldı. Hətta onunla bir yerdə şəhid olan bir nəfəri də onu gətirməyə gedəndə şəhid olan bir nəfəri də götürdü, aldı. Bilirsən, bizim möhtərəm prezidentimiz Azərbaycanın harda qəhrəman oğulları var, onların həmişə arxasında dayanır. Burada şöyle bir, siz tabii söylediniz, ölüm, şehit olmayı göze aldı diye de. Şimdi demek ki insanın kahramanlığı aslında bir yerde ölmeyi de aştıktan sonra, yani ölümü de öldürüyor. Mübariz İbrahim de o kararı verdiğinde ölümü öldürmüş oluyor aslında. Ölüm ondan korkuldu. Ölüm ondan korktu yani. Ölüm ondan korkuldu. Ölüme doğru giden bir yiğit. İçinde büyük ihtimalle, ki biz yine biliyoruz onu, ciddi bir Allah inancı, bir vatan sevgisi, yani vatan sevgisi ve Ermenilerin vaktiyle, ki her zaman öyledir, vaktiyle yaptığı katliamlardan, mesela Hocalı katliamından, soykırımlarından beslenmiş, yani bu intikam demeyelim biz buna ama bir kısas olması gerekiyor. Mübariz de böyle bir... Elə mənim bu kitabımda, Evet. burada mənim bu kitabım bu rəssam çəkmiş bunu. Çok güzel olmuş. Nəvai, bizim
bizim Nevai Metin. Metin. Evet, ona da selam Güzel olsun sevgili ressamımız. dostumuza. Nevai Bak Metin'de burada değerli bir insan. bayrağımızın üç renginin fonunda Evet, çok güzel olmuş. Qarabağ atı zülmətin içindən çıxır, od alovun içindən çıxır, üzü Turana doğru gedir. Evet, çok güzel. Və mənim də bu kitabım belə adlanır ki, Xankəndindən Turana. Yəni biz Xankəndini artıq qaytarandan sonra Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyimiz tam bərpa olundu. Biz Azərbaycan sınırlarını artıq özümüzə qaytardıq. O zaman biz Burada da Mübariz İbrahimov haqqında bir şeirim var bu kitabda da. okuyalım mı onu? Onu oxuyarım. Elə bir bəndini deyim bərbaşdan. Olur. Deyir, düşmən ordusunun səhvini pozdu, ayların qəbrini qazan mübariz. Türkün varlığını qızıl qanıyla şanlı tariximə yazan mübariz. Mübariz İbrahimov öz qanınla Türkün varlığını şanlı tarixə yazdı. Ona görə elə oğullar böyük oğullardır, qəhrəman oğullardır. Heç vaxtda bizim xalqımız o oğulları unutmaz. Unutmaz, evet. Bir şiir alalım mı? Yani başka bir şiir de olabilir. Niyə də olmasın və mən indi belə yəqin ki, Türkiyə sadəcə bizdən böyük dövlətdir, böyük qardaşımızdır. Türkiyədə də bir neçə xalqlar yaşayır orada, millətlər yaşayır. Azərbaycanda da 22-dən çox azsaylı xalq yaşayır. Bu xalqlar müharibə vaxtı birləşdilər. Artıq burada Ləzgidə, Talışda, Avarda, Gürcüdə, İnqiloyda, hətta Azərbaycanda yaşayan Ruslar da, Malakanlar da, bütün xalqlar, Kürdlər, Yahudilər, hamısı birləşdi Azərbaycan prezidentinin ətrafında. Bizim möhtərəm prezidentimizin bir sözü var idi, dəmir yumruq. Evet. Bu yumruğu dəmir edən ancaq bizim bu xalqlar daha da onu dəmir edədilər. Ona görə də mən də bu vətən müharibəsində fikirləşdim ki, Azərbaycanda yaşayan hər bir xalqın bu müharibədə əməyi var, zəhməti var. Biz onu dəyərləndirməliyik. Biz şairlər onu ədəbiyyata gətirməliyik və ilk dəfə olaraq Azərbaycan ədəbiyyatında bütün xalqları cəm halında bir şeirdə o mənə nəsib oldu, onu mən gətirdim ədəbiyyata və ədəbiyyat qəzetində də bu haqda bir səhifəlik yazı yazdılar. Onu da dəyərləndirdilər. Mən də öz təşəkkürümü bildirirəm, dəyər verən insanların hamısına. Biz də o xalqlara dəyər verdik ki, qoy onlar Azərbaycanda yaşayırlar, onlar artıq hiss eləsin ki, onlar bu ölkənin vətəndaşıdırlar və hər bir cəhətdən də çətin gündə Azərbaycanın birliyi uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canlarını şəhid verən hər bir xalqın burada şəhid oldu. Azərbaycanda yaşayan bütün xalqların hamısı şəhid verdi. Ona görə də mən yazdım ki, aramızda olanlar yadlar üçün sirr oldu. Yaranandan həmişə dərd sərimiz bir oldu. Birləşmişik yumruq tək, bəyan edin bir daha, vətənin dar günündə sarılmışıq silaha. Türk oğluna arxadır, onun udin sirdaşı, silahından od saçır igid Talış qardaşı. Qurban olum ləzgi tək cəsur vətəndaşına, şah dağı tək qar yağır anaların başına. Nərə çəkir avarım, mərd Saxurun can deyir, İngiloyum döyüşür, Gürcüm qana qan deyir. Malakanın Rusun da aman vermir düşmənə, vətənini sevməyən sinə gəlmir düşmənə. Yenilməzdir Kürd oğlum, tatım, ceklim, balamdır.
Haputlumun gözündə Qarabağım qalandır. Yahudim də uğrunda şəhid olur ey vətən. Xınalığın, qırızın gözü dolur ey vətən. Həm Asurun qutullum, əliklim də haykırır. Qutuqlum da savaşır, yer güclüm də haykırır. Dua edir Qaraçım, zəfər çalsın ordumuz. Çiçəklənib gül açsın, abad olsun yurdumuz. Vətən, sənin uğrunda oğullar itirdik. Bəd erməni xislətini bir dəfəlik bitirdik. Qarabağa göz dikən düşmənləri kör etdik. Əlləri ilə qazdığı səngərini gör etdik. Bu taliran ölkəmə, ulu tanrım yar olsun, Azərbaycan adlanan vətənimiz var olsun. İnşallah çok güzel. Gözəl dönüyoruz. Hankeli'de Şuşa paralelinde bir yer, yani aynı bölgede bir yer. Bəli, bəli, yaxın. Yakın yerlerden biri. Kısmetse ben de Şuşa'ya bir gideceğim. İnşallah. Orada bir çekim yapacağım inşallah bugünlerde. Ben programa katıldığın için çok teşekkür ediyorum Veli abi. Son olarak söylemek istediklerin var mı Türkiye'de seni dinleyenlere? Əlbəttə ki, mənim Türkiyədən çox böyük gözləntilərim var. O vaxt hələ mən yazmışdım ki, Qarabağ işğalda olanda ki, yenilməyən böyük türküm, han sənin səməndatın, yağlara qanıb duran Çingiz xanın ərəm batı, Atilla'nın nərəsindən Avropanın dizi əsdi, Babək kimi cəngavərin qollarını nadan kəsdi. Bunu mən yazmışdım ki, Çok yaşlı. yani bizim birliğimiz lazımdır. Mən bu şeiri də Bursada Qarapapaq türklərinin, Borçalının Qarapapaq türklərinin qurultayında orada mən bu şeiri orada çıxış edib söyləmişəm. İnşallah gördüm ki, vaxt gəldi, zaman gəldi, bizim torpaqlarımızı da azad etdik. İndi artıq biz Turana doğru gedirik. Turançılıq bu bizim amalımızdır. Bizim də Türkiyədən gözləndiyimiz biz az da yaşaya bilərik. Paltarsız da yaşaya bilərik. Açsız da yaşayabilerek Susuz da yaşaya bilərik. Ancaq bizim vətənsiz, nə vətənsiz yaşaya bilmərik, nə Turansız bir yaşaya bilmərik. Bizim gözləntimiz ancaq Turandır. Turanı da mən belə başa düşürəm ki, Rəcəb Tayyip Erdoğan bizim böyük liderimiz, Türk dünyasının böyük lideri və Müzəffər Ali Başkomandan İlham Əliyev bu işin üstündə işləyirlər. İnşallah gələcəkdə də biz buna nail olacaq və mən sonunda istəyirəm ki, Turanla bağlı bir bənd şeirimi deyəm. Deyirəm ki, nə vaxt birləşəcək, bir olacaqdır. Onda türk elləri hür olacaqdır. Vəlinin gözündə pir olacaqdır. Nərəsi düşmənin bağrını yaran, bir bayraq altında birləşsin Turan. çok güzel. Tabii değerli izleyiciler, ben bir dipnot açmak isterim. Bu bölgelere çok geldiğim için, yani Asya'ya çok geldiğim için. Turan çok kullanılıyor ama bunu Türk ırkı olarak algılamayın lütfen. Çünkü ben burada bu izlenimleri gördüm ki kendim de öyle düşünüyorum. Bu coğrafyada yaşayan herkes, az önce Veli abinin çok güzel anlattığı 22 noktadan bahsetti. Bu coğrafyalarda Türkiye dahil yaşayan herkesle birlikte bir ekonomik Turan olarak düşünün bunu. Bir güç birliği olarak düşünün. Bir minvalde de Avrupa Birliği gibi düşünün. O yüzden hani burada şairlerimizin, yazarlarımızın ırkı üzerinden algılamayın. Bunu altına çizmek isterim. Çünkü bu ön yargılı bir davranış olur. Ben iyi tanıdığım için buradaki dostlarımı bu çağda, 21. yüzyılda öyle bir kafa tasçı gibi bir şey düşünmeyin. Bunun altına çizmek lazım. Çok teşekkür ediyorum konak olduğun için. İnşallah Türkiye'de de misafir ederiz sizi. Siz de bizi burada misafir ettiniz. İnşallah. Mən sizə təşəkkür edirəm ki, siz gəlib Azərbaycanın qardaşlığını, dostluğunu və Azərbaycanda yaşayan bütün xalqları, ümumiyyətcə ədəbiyyatımızı, şeiriyyatımızı belə
lentə köçürürsünüz. Bunlar hamısı tarixdir, yaddaşdır. Biz bunları unutmarıq. Türkiyə Azərbaycanla həmişə bir olur. Mən arzu edirəm ki, indən belə də biz bir olacaq. Bizi heç kəs ayıra bilməz. İnşallah, inşallah. Çok değerli Karavan Sanat izleyicileri, bir programımızın daha sonuna geldik. Yeni bir programda da sizlerle birlikte olacağız.